Salam deyirəm bütün Azərbaycana. Odur ki, millət şahiddir. İran adlanan ölkədə bu gün prezident Məsud Pezeşkiyan öz istifasını verib. Və onun dalbadalı vitse-prezident Məhəmməd Cavad Zərif və onun maliyyə naziri Cavad Himmət. Məhəmməd Cavad Himmət öz istifasını veribdi. Mən o zaman seçkilər zamanı mən çox can atdım ki, millət getməsin sandıq başına və Cümhuriyyət İslamiyyə bəraət qazanmasın. Ki, mənim üstümə çox belə dostlar, tanışlar töküldü ki, niyə belə eləyirsən, bu Azərbaycanlıdır, bu gəlsə hər bir şey yaxşı olacaq. Mən o zaman onları izah elədim ki, yox, elə deyil. O İran adlanan ölkədə indi qüdrət meydanındadır. Və orada meydan kimdir? Meydan haman dini liderlə sipahi pasdarandır. Və o heç zaman onlar izin verməzlər ki, bir məqam, bir məsul artıq bir hərəkət eləsin. Və indi şahidik ki, Amerika ilə müzakirə olmağın üstündə Məsud Pezeşkiyan göylüdür gedib Amerikada müzakirə eləsin öz xalqına görə, orada yaşayan xalqa görə və ayətullahlar ona izin vermirlər ki, sən bu müzakirəni aparasan. Və mən buradan səslənirəm o uzmayıza, Xameneyizə və onun çevrəsində olan o pula qulluq eləyən əclaflara ki, siz nə zamana kimi bizim xalqımızı süründürəcəksiniz. Bizim xalqımız indi bu heyni olar ki, hər yerdən əlləri üzülübdür, zibil qabının aşqalıdan çörək götürür yeyir. Küçələrdə yatır. Cavanlar daha evlənə bilmir. Qıza cehiz verə bilmirlər. Oğul evləndirə bilmirlər. Ailələr pulsuzluqdan, işsizlikdən dağılırlar. Və nə zamana kimi bunu davam eləyəcəksiniz. Allah xeyr eləsin. Sən oturacaqsan orada taciyin, təxtiyin ki, indi qədim tac idi, indi əmmamədir. Taciyin, təxtiyin saxlayacaqsan və roşən fikirlər oradan sürgün olub çıxıb gedəcəklər. Savadlılarımız oradan qovulub çıxıb gedəcəklər. Sən bir iddə besavad tərəfdarların saxlayıbsan ətrafında və orada bizim millətimizi əzib dağıdırsan. Mən o zaman da dedim millətə ki, reis cumhur seçmək hamısı yalan söhbətdir. Heç zaman o seçilən reis cumhur da gəlib, heç zaman bir qüdrəti yoxdur ki, o danışdıqlarını ortaya qoysun və bugün ona şahidik və bugün onu orada isbat elədilər özləri ki, reis cumhurun, prezidentin əlində heç bir qüdrət yoxdur. Allah xeyir eləsin, sənin uşağın gedəcəkdir, Amerikada green kartını alıb qoyacaqdır cebinə, orada belə sahil qırağında dincələcəkdir, keyfinə baxacaqdır, nefti, qazı satacaqsan, göndərəcəksən uşağı, yəni o taydan artıq nə mənə qaldı, verəcəksən ərəbə, millətə də heç nə. Nə zamana kimin bizim millət sürgün düşəcəkdir ki, sən orada rahat oturasan. Və bunu bilin ki, sizin sonunuz gəlibdir. Buna şahid olacaq bu tezliğə. Siz dağılacaqsınız. Quranda gəlibdir ki, tağut heç zaman ayaq tutub yer üzündə qala bilməz. Bu Allahın vədəsidir bütün müsəlmanlara, bütün kitab əhlinə. Və bunu biz görəcəyik. Siz tağutsuz. Siz heç zaman o zülmü ki millətə eləyirsiniz, heç zaman onu Allah qəbul eləməyəcək. Heç zaman siz ayaq tutub orada qala bilməyəcəksiniz. Və ikinci konumuz Güney Azərbaycanda yaşayan qonaqlarımızdır. Orada yaşayan Kürd xalqı siz qonaqsınız. Bizim qardaşımız, bizim dostumuz, bizim soydaşımız Türkiyənin bayrağını siz orada otlayırsınız, bizi Kürdistan səsləyirsiniz. Kürdistanın bir coğrafiyasını gətirin bizə bir göstərdin. Görün bir xəritə açın bizim qabağımıza deyin bura Kürdistandır. Siz ömür boyu bizə çoban olubsunuz.
Sizi biz oradan buradan yığışdırıb qucaq açmışıq, sizi məhkunlaşdırmışıq qonaq kimi. Ki bu gün şahidik ki, gəmidə oturub gəmiçinin gözünü çıxardırsınız və sizin də ömrünüz az qalıb. Necə ki şahidik, mən qabaqlar da demişdim ki, heç zaman türk dövlətləri icazə verməyəcəkdir ki, PKK ya terror qrupları Kürdə bağlı bu coğrafiyada yaşasın. Ki bu gün şahidik, elhamdülillah PKK-nın kökünü kəsdilər. Sizin də nəslinizi biz qurudacağıq. Sizə torpağın üstündən yox, altından göylüyü çəkdikcə yer verəcək, torpaq verəcək. Amma altından. Çox sağ olun.